Keçək Asiyanın iqliminə. Avropada bir şey yadımdan çıxdı. Birinci onu qeyd edeyim. Ümumiyyətlə, deməli, materiklərin iqliminə cərəyanlar təsir eləyir axı. Burada da Şimali Atlantik və Norveç cərəyanları, burada da Şimali Atlantik. Bu hissələrin iqliminə müsbət təsir göstərir. Yəni, özü ilə isti cərəyanlar özü ilə ümumiyyətlə rütubət gətirir, ərazinin havasını mülayimləşdirir. Bu da belə, unutmuşdum. Keçdik Asiyaya. Asiya, deməli, iqliminə görə ən mürəkkəb qitədir. Belə ki, bax bu, deməli, Zond adalarının cənubu hətta düşür cənub yarımkürəsinə. Ekvator buradan keçir də. Bu cənubunda başlayır cənubun subekvatorialı. Sonra gəlir bu ortada ekvatorial. Baxın. Bura elə bir ki, 2 yazılan yer, subekvatorial iqlimdə axı. Zond adalarının bəzilərinin cənubu düşür cənub subekvatoriala. Ortada gəlir ekvatorial, subekvatorial, subtropik, burada tropik, tropik, subtropik, mülayim, subarktik, arktik. Deməli, şimal yarımkürəsinin bütün iqlim quşaqlarında yerləşdi. Hətta cənub yarımkürəsinin də cənub subekvatorial iqlim quşağında yerləşir. Deməli, uşaqlar testdə düşür ki, Asiyada zolaq təşkil edən hava kütlələri, yəni iqlim quşağı, zolaq təşkil etməyənə götürəcək təbii ki, tropiki. Deməli, bura ümumiyyətlə Hindistandır, burada da Pakistan yerləşir. Hindistanla Pakistanın sərhədində Tar səhrası var. O Tar səhrasında, baxın burada, Tar səhrasında tropik iqlim quşağı qırılır. Niyə qırılır? Çünki buradan musson hava kütlələri gəlir və tropik hava kütləsinin qarşısını aldığına görə tropik iqlim quşağı burada zolaq təşkil etmir. Ümumilikdə götürəndə subekvatorial iqlim şimal yarımkürəsində zolaq təşkil edir, amma Asiyada etmir. Amma tropik iqlim quşağı ümumiyyətlə şimal yarımkürəsində zolaq təşkil etmir. Sonra, deməli, altdan yuxarı baxaq görək, harda nə var? Dedik ki, Kalimantan adası bütövlükdə, sonra burada deməli Sumatra adası bütövlükdə yerləşir ekvatorial iqlim quşağında. Sonra burada Filippin adası subekvatorialdadır. Sonra Hind-Çin yarımadasıdır. Hindistan yarımadasıdır burada subekvatorialda həmçinin. Daha sonra gəlirik üzü bu tərəfə, tropik iqlimə nəzər salaq. Bir dənə onu deyim əvvəlcə ki, subekvatorialda necə olacaq? Demişdik, sularda yayda hava altdan yuxarı gedir, qışda üstdən aşağı gəlir deyə. Subekvatorialda yayda altdan yuxarı gələcək hava, yəni buradan, ekvatordan hava kütləsi yuxarıya gələcək. Burada ekvatorial hava hakim ola yayda. Qışda isə hava yuxarıdan gəlir, yəni tropikdən gəlir. Tropikin havası gələcək, qışda da burada tropik hava hakim olacaq. Məsələn, testdə suala düşəcək ki, subekvatorialda yağışlı dövr hansı aylardır? Götürəcəyik ki, yay ayları. Qıraq dövr isə qış aylarıdır. Sonra keçdik Tar səhrasından, deməli, bu tərəfə, bu Ərəbistan yarımadasıdır, İran yaylasıdır. Buralar yerləşir tropikin kontinentalında. Tropikin 2 tipi var ümumiyyətlə. Baxın, 3A, 3B. 3A quraqdır. Baxın, burada Böyük Səhra filan İran yaylası, Ərəbistan yarımadası, İran yaylası burada. 3A subtropikin kontinentalı kəskinidir. Bir də var 3B, rütubətli tropik. Rütubətli demişdik ki, hardadır? Mərkəzi Amerikada 3B. Buradadır. 3A isə kəskin ərazilərdə, yəni ki, bu səhralarda filan. Həmçinin burada Kalahari səhrasını görürsünüz. Burada Avstraliyadakı səhralar və s. Nəysə. Dedik ki, deməli, tropik iqlim hakimdir harda? İran yaylasının cənubunda. Baxın, burada İran yaylasının cənubunda və Ərəbistan yarımadasında. Burada da necə olur hava? 2 fəsil müşahidə olunur. Yaz, yay, qış. İl boyu temperatur deməli müsbət olur. Qışı nisbətən yağıntılı olur. Tropikin yayı isə əlbəttə ki, quraq olur. Sonra keçdik subtropikə. Subtropik iqlim quşağı görürük ki, Asiyada zolaq təşkil edir. Burada subtropikin tipləri var. Ümumiyyətlə subtropikin 4 dənə tipi var idi.
kontinental aralıq musson bərabər rütubətli. Demişdik ki, bərabər rütubətli ancaq cənub yarımkürəsindədir. Materiklərin şərqində 4 deyilər. Materiklərin şərqində idi. Yuxarıda şimal yarımkürəsində bərabər rütubətli yoxdur. Amma digərləri var. Baxın, deməli burada Aralıq dənizi sahilləri, təbii ki, Aralıq dənizi iqlimidir. Burada Kiçik Asiya yarımadası yerləşir. Həmçinin bu Xəzər ətrafı ərazilər olsun. Sonra Türkmənistanın cənubudur və s. Bizim iqlimimizdə bu iqlim tipinin oxşarıdır. Yəni subtropikin, daha doğrusu Aralıq dənizinin oxşarıdır. Bura qədər ümumiyyətlə və bu hissəyə qədər, Xəzərin cənubuna qədər, bura qədər olur. Bu Kiçik Asiya yarımadası filan. Buralar subtropikin Aralıq dənizi tipidir. Bu ortalar, bu 4A yazılan yer C-yə qədər. Düz, bu Mərkəzi Asiya. Bu ərazilər. Buralar olur, deməli, subtropikin kontinentalı. Ümumiyyətlə dedik ki, materikdən uzaq, okeanlardan uzaq yerləşən ərazilər kontinental iqlimdədir. Yəni iqlimi kəskindir. Yayı quraqdır, istidir, qışı isə soyuqdur və sərtdir. Sonra bu sakit okean sahilləri isə olur 4C, 4B, yəni deməli musson iqlim tipi buralar. Ümumiyyətlə musson iqlim tipi yadınızda olsun ki, ancaq və ancaq şimal yarımkürəsindədir. Deməli və mülayim musson həm buralardadır, bu Saxalin adası filan. Subtropik musson isə bu aşağı ərazilərdədir. Daha sonra dedik ki, 3 iqlim tipi oldu subtropikdə. Burada Aralıq dənizi, ta ki buralara qədər, Kiçik Asiyadan düz bura qədər Aralıq dənizi iqlim tipi. Burada subtropikin kəskini. Deməli, burada nələr var idi kəskində? Subtropikin kontinentalına, məsəl üçün, buradan Tibet yaylasında götürə bilərik. Bir də bir şey deyim ki, burada biraz diqqətli olmaq lazımdır. Bu Koreya yarımadasıdır, burada Yaponiyadır. Yaponiyanın şimalı, yəni bu Hokkaido, sonra Hönsünün deməli şimalı, Koreyanın şimalı. Buralar mülayim mussonudur. Bu Koreyanın cənubu, sonra Hönsü adasının cənubudur. Şikokudur, Küsüdür. Bunlar isə subtropikin mussonudur. Yuxarılar mülayim mussonu, aşağıları subtropikin mussonundadır. Həmçinin burada böyük Çin düzənliyi görürük. Bu da subtropikin mussonunda yerləşir. Həmçinin Xuanxe adası mülayim mussonunda, yansız isə subtropikin mussonunda yerləşir. Sonra keçdik mülayimə. Deməli,